Testdən aldığımız sual: karmik numerologiya xəritəsini öyrənmək bizə nə verir? Karmik numeroloji xəritə tam fərqli bir sistemdir. Biz burada həm ay, həm il, həm gün və həm də bizim bu həyatdakı missiyamızı öyrənirik. Çünki rəqəmlərimizi və enerjilərimizi pozitivdə yaşamaq bizi zirvəyə aparır. Şans rəqəmimiz nədir? İlk şans rəqəmi, hansı ki biz onu açsaq, həyat bizə böyük uğurlar verər. Həyat rəqəmimiz nədir? Hansı ki ömrü boyu bu rəqəm bizimlədir və bizim həyatımıza çox böyük təsir edir. Və xəritənin ən önəmli hissəsi karmalarımız, karmik borclarımız, bu həyatda təkamül üçün gəldiyimiz və yerinə yetirməli olduğumuz görevlərimizi göstərir. 5 dönəm karmamız var və bu karmaların hansı dönəmlərdə həyatımıza gələcəyi, hansı dönəmimizdə, yaşlarımızda bu karmaların aktiv olacağını görürük və bu karmaların qarşısını almazsa, həyatımızda baş verə biləcəyi neqativ olaylar, xəstəliklərə qədər gedən boyutlara baxa bilirik. O yüzdən karmaları bilmək mütləqdir. Onları bilib şəfalandırmaq və oradakı karmik görevləri həyata keçirərək bu həyatdakı misyonunu, şansını, uğurunu və özəlliklə karmik numeroloji xəritədə pul kanalında dayanan rəqəmin enerjilərini bilərək siz həyatda daha böyük uğurlara imza atıb və böyük pullar qazana bilərsiniz.